Falan da görsən, düz yolun qırağında ev. Belə bir ev bitsin. 3 otaq kupçalı tam mülkət. Görsən həyətinə nə qəşəngdir. 2 mərtəbədir. Havalı ev. 2 mərtəbədir, aşağısı təmirsizdir. Aşağı təmirsizdir, indi aşağıda sən görsən, baxın. Girdi evin içinə. Sağda kukunat. Sağda bir otaq. İkinci sağda kutuna, yeter bir kutunadır. Buna bir otak, üçüncü otaktır bu, ikinci. Bu da üçüncü otak. Burada da salonumuz, görürsün, içe bir salonumuz da var. Aşağıya düşürəm görürsünüz. Biləkçənlə düşürəm aşağıya. Aşağıda bizi bir sürpriz söz verir. Görürsünüz. Burada da oturmağa, eləməyə gözəl bir yer var. Bura təmir olunur. Yuxarıda gördüyünüz kimi də aşağıda belə bir ev var, evdir. Buralar təmir edib yaşaya bilərsiniz. Görürsən, patoloqun istipoluna qədər vurmuşuq. Hamısını görsənirəmsə ki, sonra deyim, görürsən, gələ gördüyünüz kimi, bura gələ həmin zal, həmin kukuna, o yanda da 2 dənə otaq. Mən bir yax görsətdiyim kimi, ev çox qəşəng bir evdir. Allah alana xeyir versin, ev də çox bir qəşəng qiymətdir. Bu baxın. Gəl bura. Görürsünüz, bak telefonla çəkirəm benden, orada da sanusiz, ikinci sanusiz. Ev çox gözəldir. Görürsünüz. Deməyim sizin altda da düzəl yaşayış var. Eğer bir 2 dənə ev alırsınız. Ev çox qəşəng, çox gözəl. O qədər qəşəngdir ki, gəlir. Evi mən sizə nə 100 ola deyəcəm, nə 105 deyəcəm, 92 min deyəcəm. Tam mülkiyyətli